Salam, hörmətli tamaşaçılar, xoş gördük hamınızı. Yoxluğa yoluxma verilişinin növbəti sayı ilə yeni evinizin qonağıyıq. Bugün narkotik maddənin zərərlərindən və bu zərərli vərdişdən uzaq dayanmağın yollarından danışacağıq. Bu işdə bizə kömək edəcək mütəxəssislər verilişimizin qonaqlarını istərdim təqdim edim. Klinik psixoloq İlahə xanım Həsənova. İlahə xanım, xoş gördük sizi. Xoş gördük. Dəvətiniz üçün təşəkkür edirəm. Həkim kardioloq Aytan xanım Musayeva. Aytan xanım, xoş gördük sizi. Çox sağ olun, təşəkkür edirəm. İlahə xanım, başlayaq sizlə. Bəli. Narkotik maddələrdən asıllıq və yaxud istənilən zərərli vərdişdən asıllıq yaranır və bu asıllıq artıq xəstəlik sayılır. Yəni, əsas xəstəlik asıllıqdır. Bəli. Asıllıq necə formalaşır? Bu barədə tamaşaçılarımıza məlumat verərdiniz. İlk öncə onu demək istəyərdim ki, zərərli vərdişlər insanın həm fiziki, həm də psixoloji baxımdan məhv edən xəstəliklərdən biridir. Yəni, digər xəstəlikləri bir kənara qoysaq, əslində zərərli vərdişlərə daxil etmək olar. Məsələn, hələ ki bunlardan başlayım ki, məsələn, alkoqolu daxil etmək olar bura. Məsələn, hətta ən kiçik bir zərərli vərdiş desək, telefon asılılığı belə bura daxil etmək olar. Bunlar belə zərərli vərdiş hesab olunur. Amma ən başlıcası narkotik asılılığı. Bu isə ən böyük xəstəliklərdən biridir və ciddi yanaşmaq lazımdır buna. Belə izah edə bilərəm ki, bu zərərli vərdişlərdə, yəni narkotika asıllıq əslində sadəcə bir maraqla başlayır. Yəni insan sadəcə düşünür ki, maraqdır, bundan istifadə edim və s. nəticəsi heç düşünmür belə. Sadəcə gedişatda artıq insanın, belə deyək, buna asıllığı yaranır və heç düşünmədən bu şeylər baş verir və istər-istəməz artıq bir müddət sonra insan ayılır ki, həqiqətən də bu bataqlığın içindədir. Yəni, bizim düşündüyümüz kimi əslində buna, narkotika, yəni asıllıq çox da çətin başlamır. Əslində çox asan başlayır. Yəni, insan heç bir şey düşünmədən və çox sadə bir şəkildə. Və təbii ki, bunun arxa planına baxsaq, arxa planında isə bütün zərərli vərdişlərə asıllığın hamısının arxasında hər hansısa bir travma və ya özgüvən əksikliyi baş verir. Bunlar təbii ki, istər-istəməz insanı, stres artımı və s. Bunlar təbii ki, insanı, belə deyək, o baş verən hadisələrdən uzaqlaşdırmaq üçün sadəcə, belə deyək, özlərindən bir vərdiş kimi görmədikləri, amma o vəziyyətdən uzaqlaşmaq üçün, belə deyək, o şeyi üst tuturlar. Yəni, düşünürlər ki, belə deyək, mən hal-hazırda stressdəyəmsə, üst tutur məsələn alkoqola, hal-hazırda stressdəyəmsə, üst tutur siqaretə, hal-hazırda stressdəyəmsə, yeni üst tutur narkotika və arxasından gələn o atakı heç bir zaman düşünmür ki, arxasınca təbii ki, bu, belə deyək, asıllığa çevriləcək. O travma dediyiniz nələrdir? Travma dediyimiz özgüvən əksikliyi ola bilər, ailədən gələn hər hansısa travma olmuş ola bilər, insanların içində sosial bir yerlərdə özünü tapmamaq ola bilər. Məsələn, insanların içində deyək ki, daha çox tənqid olunmuş ola bilər və ya daimi şəkildə alçaldılmış insanlar olmuş ola bilər ki, həmin insanlar və ya da ola bilər ki, həqiqətən də bəzi insanlar var ki, ailə daxili çox şiddətli problemləri var. Həmin insanlar da, yəni siqaretə, alkoqola və narkotika qurşana bilərlər. Yəni. Bəs bu zərərli vərdişdən asıllığın yaşı niyə bu qədər gəncləşib? Hətta mən deyərdim ki, uşaqlaşıb, çünki yeniyetmələrdən də aşağı yaşlılar artıq elə siqaret başlanğıc olaraq siqaretdən istifadə olsun, elektron siqaretdən istifadə olsun. Yəni, bu cür zərərli vərdişə meyl eləyirlər. Hətta bayaq bir şey vurğuladınız, hansı ki, uşaqların oyun asıllığı, hansı ki, buna səbəb valideynlərdir. Təbii ki. Bax, onlar gələcəkdə də bu, həmin onlarda da yaranan asıllıq, gələcəkdə asıllığın daha təhlükəli formalarına gətirib çıxara bilərmi onlardakı bu vəziyyət? Təbii ki, gətirib çıxara bilər. Əgər ki, həmin uşaqda, belə deyək, daimi şəkildə oyun oynayırsa və həmin uşaqda artıq asıllıq yaranırsa və ailə sevgisindən, ailə qayğısından, diqqətindən uzaqda qalırsa, təbii ki, bu uşaq gələcəkdə də hər hansı bir problemlə üzləşdiyi təqdirdə o problemi həll edə bilmədiyi formada təbii ki, hər hansısa bir bu dediyimiz, sadaladığımız zərərli vərdişlərdən birinə qurşana bilər. Mütləq şəkildə. Çünki bunların dərinliyinə və arxa planına baxdıqda, orada ailədə daha doğrusu olmayan sevgisizlik, ailədə görülməyən qayğı, yəni uşağın sevgidən, qayğıdan daha çox uzaq qalması. Məsələn, oyun dediniz, burada qayğıdan uzaq qalmağı daxil eləyə bilərik ki, ana deyək ki, hər hansısa bir yerdə əyləşir və ya ata fərqi yoxdur, dostlarıyla
hansısa bir işi Bəli, görəndə hər hansısa, yəni təkcə analardan yox, burada hər iki tərəfdən də söhbət etmək olar ki, məsələn, uşağın həmin anda ona mane olmaması üçün qarşısına bir planşet qoyur və ona oyun oynamasını təklif edir, belə deyək. Və təbii ki, həmin uşaq da artıq istər-istəməz qayğısız qalır, diqqətdən kənar qalır ən əsas məsələ. Yəni bu diqqətdən kənar qaldığı müddətcə də artıq oyun onun üçün daha alternativ bir yol olur. Və oyuna təbii ki, oyun onun üçün daha maraqlı olduğu üçün, təbii ki, artıq istərsəmiz qayğıdan uzaq qaldığı üçün, diqqətdən uzaq qaldığı üçün, ana söhbətdən və ya hər hansısa bir davranışdan, toxunuşdan uzaq qaldığı üçün təbii ki, artıq istərsəmiz oyuna vərdiş olunur. Təbii ki, bu da bir zərərli vərdişdir, belə deyək. Bu uşaq artıq istərsəmiz böyüdükcə, yeniyetməlik yaşına gəlib çatdıqda, böyük bir şəxs olduqda, əlbəttə ki, qarşılaşdığı hər hansısa bir problemin qarşısında həll edə bilmədikdə, çıxış yolu olaraq, belə deyək, beyindəki belə deyək, düşüncələrini hər hansı bir yerə dəyişdirmək üçün bu zərərli vərdişlərdən istifadə edə bilər. Maraqlıdır ki, bu zərərli vərdiş uşaqlarda dediniz ki, bəli, yarana bilər, hansı ki, oyun asılılığı, bu da sonradan gətirib ağır formalara da gətirib çıxara bilər. Təbii ki, biz əslində zərərli vərdişlər olaraq, məsələn, tutaq ki, çox dərin şeylərdən danışırıq. Məsələn, ən böyüyü narkotikdən danışırıq, digər alkoqoldan danışırıq, məsələn, siqaretdən danışırıq. Amma təbii ki, yuxu pozğunluğu da bura zərərli vərdiş kimi gedə bilər. Məsələn, oyun sizin dediyiniz kimi zərərli vərdiş kimi gedə bilər. Həyatın, belə deyək də, normal qaydada getməməsi belə zərərli vərdişdir. İlahi xanım, biz kimə asılı deyə bilirik? Artıq bu asıllıq xəstəsidir deyə bilirik. Belə deyim. Nə olmalıdır bundan ötürü? Təbii ki, həmin insanda artıq belə izah eləyə bilərəm ki, artıq özünü başa düşmür həmin şəxs. Məsələn, alkoqol istifadəçilərində, narkotik istifadəçilərində belə bir hal baş verir. Artıq nə etdiklərini dərk etmirlər. Düşüncə xətaları baş verir həmin şəxslərdə. Yəni, məsələn, artıq nə hərəkət etdiklərini, nə düşündüklərini, məsələn, bəzən hər hansısa bir vəziyyətdə, tutaq ki, bir qətl hadisəsi baş verir və həmin şəxsə deyirlər ki, bu affekt halında idi, yəni özündə deyil idi. Məsələn, həmin şəxs həmin anda narkotik istifadə etməsə belə, artıq istifadə etdiyi narkotik onun beynindəki, belə deyək, bütün düşüncələrini dəyişmiş olur. Buna da biz düşüncə xətaları deyirik. Məsələn, həmin insanın davranış tərzində dəyişikliklər ola bilər, düşüncə tərzində dəyişikliklər ola bilər. Artıq bu formadakı insanlara, belə deyək, biz asılılığa yoluxmuş, artıq o asıllığın daxilində olmuş insanlar deyirik. Aytən xanım, deməli, zərərli vərdişlər dedikdə indi biz köklənirik daha çox narkotik maddələrdən asılılıq. Əlbəttə ki, burada təkcə narkotik maddələrdən asılılıqdan söhbət getmir, ümumi asılılıqdan söhbət gedir ki, hansı ki, narkotikaya da aparan yol başlanğıc olaraq gəlir, zərərli vərdiş kimi tütün məmulatlarından istifadədən keçir. Ümumiyyətlə, zərərli vərdiş, bax, tütün məmulatlarının istifadəsi, narkotik maddələrin istifadəsi insan orqanizmində nə kimi dəyişikliklər yaradır? Günümüzün reallığı odur ki, hal-hazırda bütün xəstəliklərin etiologiyasında zərərli vərdişlər durur. Bunların içində ən çox, ən aktiv olanı siqaret, tütündən istifadə, hal-hazırda elektron siqaretlərin, qəlyanın hədsiz istifadəsi, xüsusilə uşaqlar arasında bunun çox yayılması, alkoqollu içkilərdən istifadə və əsrimizin bəlası ağ ölüm adlanan narkotikin istifadəsidir. Təbii ki, istənilən bir narkotik istifadəçisini, yəni psixologumuz daha yaxşı bilər, danışdırarkən onun ilk öncə siqaret istifadəçisi olduğunu görürük. Və hal-hazırda, yəni statistik olaraq il ərzində 7 milyon insan siqaretdən hər il siqaret istifadəçisi həyatını itirir. Xüsusilə bunda tənəffüs sistemi xəstəlikləri, ürək-damar xəstəliklərinin etiologiyasında bunlar daha mühüm rol oynayır. Yəni, ən ciddi hesab etdiyimiz miokard infarktı xəstələrinin 50%, statistik olaraq 50%-nin siqaret istifadəçisi olduğu göstərilmişdir. Hal-hazırda, yəni bunun ciddi bir şey hesab etmirlər. Bugün bir dənə istifadə edeyim, bu mənə heç bir ziyan verməz deyirlər, amma sonradan bunun asıllığına çevirirlər, nikotin asıllığı. Siqaretin tərkibində əsas orqanizm asıllıq yaradan onun nikotinidir. Yalnız nikotinlə bitmir. 7000-dən çox kimyəvi maddə var bunun içində. Hesab eləyərdim hal-hazırdakı elektron siqaretlərin istifadəsi ki, bunun içindəki qətran daha çox aerozol formada ağciyərin daha dərin
zədələnməsinə gətirib çıxarır. Siqaret daha çox bronx səviyyəsində əgər təsir edirsə, bu elektron siqaretlərin ağciyər səviyyəsində daha ağciyər toxumasının zədələnməsini görürük. Eynilə həmin o sadaladığınız qəbul olunan marixuanaya, yəni nəşəyə də Nəşəyə də, şamil bəli, olunur aiddir ki, onlar da ağciyərlərdə ciddi problemlər yaradır. Nəşənin də elə təsir mexanizmi demək olar ki, siqaretlə eyni təsir mexanizmində, yəni ilk olaraq silikli qişadan başlayaraq ağciyərin parenximasının zədələnməsinə kimi gətirib çıxarır. Da metamfetamin, yəni pat adı ilə məşhurlaşan narkotik maddə var, dırnaq arası məşhurlaşmadan söhbət gedir. Yəni geniş istifadə olunurdu. Bir qrup ictimai nəqliyyatdan istifadə edən, daha doğrusu ictimai nəqliyyat sürücülər daha çox istifadə edirdi metamfetamindən ki, oyaq qalsınlar və gün ərzində uzun müddət sükan arxasında sərnişin daşısınlar. Bundan savayı bir qrup xanımlar bundan arıqlama vasitəsi kimi istifadə edirdi. Bu məsələyə münasibətinizi bildirərdiniz. Belə deyə bilərəm ki, bu bir xəstəlikdir. Yəni həm əsas məsələ nəyə toxunacağam? Qadınların arıqlama vasitəsi kimi istifadə etdiyi dərmanlara və ya hər hansısa bu kimi bir vasitələrə. Çünki özü başlıcasına bu bir xəstəlikdir ki, yəni insanlar hər hansısa arıqlama vasitəsində, yəni sağlam qidalanmanı, sağlam arıqlamağı bir kənara qoyub, belə deyək, bu kimi vasitələrdən istifadə edib, yəni arıqlamağa çalışırlar. Təbii ki, burada nəticə istədikləri kimi baş vermir. İnsanlar hər hansısa deyək ki, narkotik vasitə deyil də arıqlama dərmanlarının daxilində olan hər hansısa bir vasitələrlə, belə deyək, arıqlamağa çalışsalar belə, bunlar çox zaman ya hansısa bir xəstəliyə səbəb olur, ya da həmin şəxsin ölümünə səbəb olur. Bu müşahidələrimizdə çox görünüb. Və digər etapda isə, məsələn, taksi sürücüləri deyək, oyaq qalmaq üçün bu vasitələrdən istifadə etməsi, təbii ki, həm özlərinin həyatlarını, həm də sərnişinlərin həyatlarını təhlükəyə atmış olurlar nəticə etibarilə. Məsələn, reabilitasiya mərkəzləri var ki, hətta bunu da şamil eləmək olar ki, narkotikə qurşanmış insanlar, yəni artıq həqiqətən də aludəçisi olmuş insanlar. Məsələn, reabilitasiya mərkəzlərini üst tuta bilərlər. Həmin şəxslər, belə deyək, məsələn, qadınlarımızı da bura daxil etmək olar ki, bu arıqlama preparatlarından, yəni o dərmanlardan istifadə edən xanımlarımızı da ki, həmin şəxslər tək qalmamalıdırlar. İlkin etapda. Digər etapda isə həmin şəxs fərqində olmalıdır ki, əslində mən nə edirəm? Niyə edirəm, nə üçün edirəm? Və həmin şəxs tək qaldığı müddətdə, nəyə görə tək qalmamalıdırlar dedim, tək qaldığı müddətcə o şeylərdən daha çox istifadə edəcək. Çünki öz dəyər, öz duyğuları daha çox aşağı olduqları üçün, məsələn, insanın özünə olan, belə deyək, dəyəri aşağı olduğu üçün düşünür ki, hər hansısa bir yerini bəyənmədiyi üçün, məsələn, tutaq ki, dərman vasitələrinə üst tuturlar. Bu səbəbdən isə həmin şəxslər normal şəkildə ya psixoloq yanına getməlidirlər, ya da psixiatr yanında olmalıdırlar. Həm dərman preparatları vasitəsilə, belə deyək, həm də terapiya vasitəsilə normal bir vəziyyətə gəlib çatmalıdırlar ki, artıq özlərini də normal şəkildə dərk etsinlər ki, həqiqətən də bu dərmanlar mənə əslində arıqlama və ya gözəlləşmə məqsədi ilə deyil, məni ölümə aparan bir yoldur. Yəni mütləq şəkildə, belə deyək, həmin şəxslər özləri dərk etməlidirlər. Dərk etmirlərsə belə, artıq ona aludə olublarsa belə, həmin şəxslərin yanlarındakı insanlar onlara dəstək olmalıdırlar. İlahi xanım, biz bu qədər zərərli vərdişlərdən verilişlər hazırlanır. Elə başda bu işdə Bayraqdar rolunu elə İdman televiziyası gedir. Bu işdə böyük əməyi var kollektivimizin, hansı ki, insanları maarifləndiririk ki, zərərli vərdişdən uzaq dayansınlar. Bundan savayı həm Daxili İşlər Nazirliyi orqanları, həm Səhiyyə Nazirliyi orqanları da bu yolda böyük tədbirlər həyata keçirir. Bir şey maraqlıdır ki, nə qədər də tədbir keçirilsə də, maraqlıdır, zərərli vərdişdən istifadə yenə də var. Bəli, əvvəlki illərlə müqayisədə sayında azalma ola bilər. Düzdür, bəzən siqaretdən istifadədə bu biraz sayda azalma deyil, baxmayaraq ki, siqaretin qiyməti günü-gündən bahalaşır, yenə də onun istifadəsinə geniş fürsət alır. İnsanlar yenə də bilə-bilə ki, bu zərərli vərdişdə ona meyl eləyirlər. Bizim elə bil sanki uşaq ikən də belə idik. Bizə deyiləndə ki, nə isə olmaz, biz ona meyl eləyirdik. Buna səbəb nədir?
Buna səbəb yenə də belə izah eləyim. Bilirsiniz, uşaqlıqdan böyüyərkən ən əsas məsələ, biz misal üçün işlədiyimiz mühitdə də, mən klinik psixoloq olaraq çalışarkən də bunu çox müşahidə edirəm. İnsanların öz dəyərləri o qədər çox aşağıdır ki, və maarifləndirmə biz tərəfindən nə qədər çox güclü olsa da, bizim maarifləndirməmizi izləmələri lazımdır. Əksinə, bizim maarifləndirmələrimizi izləmək əvəzinə, məsələn, deyək ki, bu da bir zərərli vərdişdir. Misal üçün, hər hansısa sosial şəbəkədə, belə deyək, çox məlumatsız, çox maraqsız bir şeyləri izləyib, belə deyək, ona daha çox maraq göstərirlər. Yəni, bu səbəbdən də əslində hal-hazırdakı insanların, məsələn, mən çox müşahidə edirəm, televizora baxan insanlar çox azalıb. Daha çox sosial şəbəkələrdə vaxt keçirdən insanlar. Yəni, buna daha çox sosial şəbəkələrdə biz üstünlük verməliyik və ən əsas məsələ uşaqlar böyüyərkən əslində elə biz onların, belə deyək, damğasını vurmuş oluruq ki, az öncə də bundan danışdıq. Məsələn, uşaqları özümüz bu şeylərə təşviq edirik, əslində düşünmədən. Məsələn, bizim üçün zərərli vərdiş hardasa narkotik, alkoqol, siqaret ola bilər, amma heç düşünmədiyimiz bir şeylər belə bizim üçün çox böyük zərərli vərdişlərə gətirib çıxarda biləcək nəticələr verə bilər bizə. Məsələn, oyun dediyiniz kimi və ya qayğıdan kənar qalmaq dediyimiz kimi. Yəni, buna görə biz ailədən başlamalıyıq ilk öncə. Ailədəki mühiti elə bir şəraitdə qoymalıyıq, qurmalıyıq ki, uşaq orada özünü çox güvənli hiss etsin. Özünü çox qayğıda hiss etsin, özünü çox yaxşı hiss etsin ki, ən azından gələcəkdə də başına gələ biləcək hər hansısa bir problemlə üzləşəndə bunu həll etmək üçün siqaretə, alkoqolə və s. başqa bir proseslərə üst tutmasın. Məsələn, bunu da çox müşahidə edirik ki, yeniyetmə yaşlarında olan uşaqlar siqaretdən daha çox istifadə edirlər. Nəyə görə? Məsələn, bəzi ailələrdə müşahidə edirəm, hər hansısa bir münaqişə baş verir, ailə vəziyyətləri deyək ki, maddi cəhətdən hər hansısa bir sıxıntıları var və orada həll yolu tapmaq əvəzinə uşağa, belə deyək, daha çox kənara atılmış olur. Valideynlər, məsələn, bu proseslərin içində o qədər özlərini, belə deyək də, itirirlər ki, o vəziyyətin içində, o vəziyyətə hər hansısa formada özləri üçün bir çıxış yolu axtararkən övlad qalır kənarda. Və övlad kənarda qaldığı üçün burada avtomatik olaraq övlad özünü qayğıdan kənarda hiss eləyir və kənara çıxarkən, dostların yanına çıxarkən, tutaq ki, kimlərsə siqaret çəkirsə, deyir ki, gəl sən də siqaret çəkək, məsələn, dərdini biraz unutmuş olarsan. Gəl, misal üçün, alkoqoldan istifadə edək, dərdini unutmuş olarsan. Bir növü bu da onlardan geri qalmasın deyə həmən çevrədən. Lakin burada bir şey diqqətə almaq lazımdır ki, biz nə qədər alkoqoldan, narkotikdən, deyək ki, bunlardan istifadə etmiş olsaq belə, bu nəticədə bizə bir ayılma da verir. Məsələn, bugün içdik, üstündən 2 saat, 1 saat və ya belə deyək, səhəri günü biz ayılacağıq. Yəni, proses əslində problem bizlə bərabərdir. Problem həll olunmadı. Biz sadəcə o alkoqoldan istifadə etdik və belə deyək, bir müddətlik, bir neçə saatlıq problemimizi unutduq. Biz orada fokuslanmalı olduğumuz şey əslində problemimizi necə həll edə bilərik. Bu bizim hardasa biraz da o psixologiyada da bu var, xalça altına süpürmək kimidir. Yəni ki, bir müddətli, bir neçə saatlıq unudum dərdimi. Bu bizə nə qazandırır? Heç bir şey qazandırmır. Nəticə etibarilə biz psixoloqu üst tutmalıyıq və ya özümüzü dərk etməliyik və ya hər hansısa formada özümüzü maarifləndirməliyik ki, bu problemi ortadan necə qaldıra bilərik. Aytən xanım, istər siqaret, yəni tütün məmulatlarından istifadə, istərsə də narkotik maddələrdən istifadə, əlbət ki, ürək-qan damar sistemində ciddi problemlərə yol açır. Ürək-qan damar sisteminə ciddi ziyan vurur. Bu barədə tamaşaçılarımıza məlumat verərdiniz. Ürək-damar xəstəliklərində, deməli, dediyimiz kimi etiologiyasında ilk növbədə siqaret və narkotikin təsiri də siqaretə bənzər təsir göstərir. Damarı bir boru şəklində düşünək və onun içindəki endotel qişanın ilk növbədə zədələnməsi ilə başlayır proses. Endotelial disfunksiya deyilir. Endotelial disfunksiya, yəni həmin damardakı bu iltihabın formalaşması deməkdir. İltihab olan, formalaşan yerdə isə bizim yəni lipid mübadiləsinin bir neçə elementi var ki, xolesterin, triqliseridlər və LDL, ağır çəkili xolesterol dediyimiz bir markerdir ki, deməli bu çox rahatlıqla çəkisi ağır olduğu üçün həmin iltihablaşmış yerə otura bilir. Növbəti bir plak onun üzərində oturanda bu artıq miokard infarktı üçün çox ciddi bir risk yaradır. Narkotikin və tütün, siqaretdən istifadənin hər ikisinin mexanizmi eyni olaraq xəstələrdə miokard infarktı riskini artırmağa gətirib çıxarır. Son illərdə qəflətli ürək ölümləri gənclər arasında daha da artmışdır. Bunun səbəbi ondan ibarətdir ki, gənclərdə hələ ki kollaterallar, yəni yanaşı damarlar tam formalaşmamış olur və həmin damarın tutulması çox ciddi ağır infarktlara və qəflətli ölümə gətirib çıxarır. Amma yaşlı şəxslərdə artıq yaşa bağlı kollaterallar inkişaf elədiyi üçün onların infarktından, yəni sağ qalma şansları da olur. Nəinki gənclərin.
və narkotiklərin orqanizmə təsiri daha çox ciddi aritmiyalarla özünə büruzə verir. Son vaxtlar müayinə zamanı, yəni şəxsən öz praktikamda da çox ciddi aritmiyalar aşkarlayırıq. Valideyn uşağını gətirir ki, bu gecə yata bilmir, səhərə kimi ürəyim döyünür deyir. Hətta həmin müayinə vaxtı aşkar eləməyə bilərik. Lakin Holter EKG deyilən bir müayinə var, 24 saat ərzində ürək ritmini yazır və onun gecə onların çox təhlükəli növ aritmiyalar olduğunu müəyyənləşdiririk. Bəzən uşaq valideynindən gizlədir, lakin sonra o uşaqla özümüz təklikdə söhbət zamanı və yaxud da artıq uşağın davranışındakı pozuntulardan psixoloqa yönləndirmə zamanı onların altında hansısa bir narkotik istifadəsini görürük. Çox ciddi aritmiyalar, yəni qrup şəkilli mədəci ekstrasitaliyaları, erkən vaxtda səhərci aritmiyalar və yaxud da tam səbəbsiz sinus taxikardiyaları, bəzən tam bradikardiyalar, keçiricilik pozulması, AV blokadaları çox rastlayırıq və son zamanlarda isə deyərdim kardiomiopatiyanın, yəni bu barədə elmi araşdırmalar da hal-hazırda davam edir. Kardiomiopatiyalar çox rastlanır gənclərdə. Yəni mənim öz praktikamda 30 yaşın altında çox ciddi kardiomiopatiyalarına xəstələr rastlamışıq. Kardiomiopatiya dediyimiz ürək əzələsinin zədələnməsi, ürəyin gücünün aşağı düşməsi ilə xarakterizə olunan bir xəstəlikdir. Yəni onların da, yəni anamnez toplayanda həmin uşaqlardan, həmin şəxslərdən, gənclərdən altında mütləq yatan bir narkotikin, erkən yaşda başlamış siqaret istifadəsinin və yaxud da bu idman məşqlər zamanı istifadə olunan proteinlərin, yəni bunların etiologiyasında mütləq şəkildə bir zərərli vərdişinin istifadəsini görürük. Yəni MRT müayinəsi zamanı mütləq şəkildə, yəni ilk növbədə bu xəstələrdə kardioqramma eləyirik, ekokardioqrafik müayinə eləyib ürəyin gücünü aşağı gördüyümüz halda bunu daha bir dəqiq tam səbəbini bilmək üçün mütləq şəkildə bir kardiak MRT deyilən bir müayinə istifadə edirik. Hal-hazırda da dövlətimizdə sığorta xidməti aktiv olduğu üçün əslində bahalı bir müayinədir. Xidmətlər zərfinə də daxil olur. Xidmətlər zərfinə aiddir, əsaslandırılmış müayinə əsasında və həqiqətən onların sonuçda kardiomiopatiya diaqnozunu tam təsdiqini görürük. Və anamnestik olaraq bildiyimiz kimi kardiomiopatiya əslində genetik bir xəstəlikdir, irsi xəstəlikdir. Lakin onları araşdıranda genetikasında, yəni valideynləri də heç bunların genetikasında bu xəstəliyin olmadığını deyirlər. Yəni buradan da artıq onun səbəbinin altında yatan səbəbin narkotik, erkən yaşda başlamış siqaretin istifadəsini görürük. İlahi xanım, asıllıq necə formalaşır? Bu barədə tamaşaçılarımıza ətraflı məlumat verdiniz. Bəs asıllıqdan müalicə necə aparılır? Elə narkotik maddə asıllığı olsun, bundan müalicə hansı şəkildə aparılır? Asıllıqdan, yəni narkotik maddədən necə qurtulmaq olar, belə deyək, müalicəsi necə aparılır? Təbii ki, mümkündür, mümkünsüz deyil. Lakin həmin müddət ərzində həmin şəxs özü bunu dərk etmirsə, yanındakı şəxslər, belə deyək, ona kömək, dəstək göstərə bilərlər. Az öncə də vurğuladığım kimi, buna aid reabilitasiya mərkəzləri var, bura müraciət edə bilərlər və digər etapda isə həmin şəxsi tək qoymamaqla, yəni həmin şəxsi başa düşərək, yəni ki, narkotikdən istifadə edən şəxsdən qorxmaq lazım deyil. Yəni o da bir insandır, sadəcə belə deyək, hər hansısa bir boşluq səbəbindən bu etapa düşüb və o həmin şəxsə dəstək göstərərək, kömək göstərərək, onu başa düşərək və müalicənin normal şəkildə gedəcəyinə inandıraraq və həqiqətən sağalacağına inandıraraq təbii ki, narkotik maddədən, istifadədən azad olmaq olar. Bir şey də vurğulamaq istəyirəm, sağaldıqdan sonra yenidən eyni etapa düşə bilər. Yəni yenidən qayıdış ola bilər birinci etapda. Çünki bu dediyiniz birinci mərhələ nə qədər davam edir? Təbii ki, birinci mərhələ uzun bir mərhələdir. 1 il 6 ay ərzində davam eləyə bilər. Lakin şəxs sağaldıqdan sonra, deyək ki, düşünür ki, sağalıb, bundan sağalma, qurtulma çox da asan deyil, amma mümkünsüz də deyil. Yəni həmin şəxsə dəstək göstərmək mütləq şəkildə vacibdir. Bayaq bir şey vurğuladınız, hansı ki, insanların narkomandan uzaq durması. Çünki o hardasa potensial cinayətkar təəssüratı yaradır insanlarda. Yanaşma necə olmalıdır ümumiyyətlə narkomana? Yanaşma belə olmalıdır ki, yenə də vurğulayıram, həmin şəxsdən qorxmaq lazım deyil. O da bir insandır və təbii ki, hər hansısa bir boşluqlar nəticəsində bu prosesə gəlib çatıb. Həmin insana dəstək göstərmək lazımdır. Biz səni anlayırıq demək lazımdır. Təbii ki, bunu biz ətrafımızdakı yad insanlardan istəyə bilmərik. Həmin şəxsin, belə deyək, yaxın ətrafı varsa, ana-atası varsa, qardaş-bacısı varsa və ya yoldaşı varsa, yaxın bir mühiti, dostu falan varsa, o şəxslərdən biz bunu istəyə bilərik ki, dəstək göstərərək, qayğı göstərərək və həqiqətən də sağala biləcəyini inandıraraq. Həm də burada psixoloq dəstəyi də mütləq şəkildə vacibdir ki, nə mənada? Təbii ki, psixoloq bunu
tamamilə sağalda bilməz. Bu mümkün deyil. Sadəcə belə deyək, bu müalicə artıq üsuluna girdikdən sonra bir müddət sonra psixoloqla hər hansısa bir formada terapiya nəticəsində belə deyək, ünsiyyətə girərək həqiqətən də artıq o əksikliklərini terapiya ilə tamamlaması nəticəsində, məsələn, sağalacağına inandıraraq, tamamilə əgər yaxşı olacağına inandıraraq. Çünki narkotik vasitəsindən istifadə edən şəxs əslində durduğu yerdə bundan istifadə etmiş olmur. Təbii ki, bunun arxasında hər hansısa bir problemlər var. Məsələn, stressdə olmuş ola bilər, az öncə də vurğuladıq, hər hansısa boşluqları olmuş ola bilər, travmaları olmuş ola bilər. O şəxslə o travmaları belə işləmək lazımdır. Maraqlıdır ki, Lalə xanım, bir qrup şəxs elə o səbəb, hansı ki, özü üçün bir səbəb tapır, zərərli vərdişdən istifadə edir. Bir qrupu depressiya, məsələn, mən depressiyadayam və ona görə də zərərli vərdişdən istifadə edirəm, eləcə də narkotik vasitədən istifadə. Ümumiyyətlə, insanlar üçün depressiya anlayışı, yəni məncə daha dardır. Yəni, onlar düşünür ki, mənim bugün üzüntüm var, keyfim yoxdur, mən depressiyadayam. Amma əslində depressiya geniş məfhumdur. Təbii ki. İstərdim elə bu depressiya anlayışını tamaşaçılarımıza izah Təbii ki, edəsiniz. baxın onu deyə bilərəm ki, depressiya əslində bizim düşündüyümüz kimi xırda bir şey deyil. Həqiqətən depressiyaya girən bir şəxs görsəniz, yəni kənardakı, ətrafımızdakı insanlar tez-tez məsələn biz eşidirik, halım yoxdur, depressiyadayım, keyfim yoxdur, depressiyadayım, hava buludludur, depressiyadayım. Bu depressiyada olduğunuz yəni demək deyil. Həqiqətən depressiyada olan bir şəxsi görsələr, yəni ki, biz işlədiyimiz mühitdə yəni bunu görürük. O şəxsi görsələr özlərinə doğrudan da belə deyək, şükür edərlər ki, yəni biz depressiyada deyilik. Yəni o anlayış çox dərin bir anlayışdır. Hansı hala depressiv hal deyirlər? Yəni daha doğrusu depressiya deyirlər. Belə deyək, depressiya halında olan şəxs ən azından 3-6 ay ərzində həqiqətən o proseslərin hər birisini keçirtməlidir. Yəni uzun müddətli, belə deyək, hal-əhvalın olmaması, insanlarla ünsiyyətə girmək istəməməsi, yemə pozğunluğu burada ola bilər, çox yemək yeyə bilər və ya az yemək yeyə bilər, yuxu pozğunluğu ola bilər, çox yata bilər və ya az yata bilər. Yəni bu proseslərin bir 3-6 ay müddətində davam etməsi lazımdır. Ki həqiqətən də depressiya diaqnozu qoyulsun. Bəli, depressiya diaqnozu qoyulsun. Məsələn, bizə pasiyent müraciət etdikdə sual veririk. Deyir ki, məsələn, özümü uzun müddətdir yaxşı hiss etmirəm, əhvalım yoxdur, yemək yemirəm və ya çox yeyirəm və ya az yeyirəm və ya yuxudan şikayət edir. Həmin şəxsə sual veririk. Nə qədər müddətdir bu davam edir? Məsələn, deyirsə ki, artıq bir ayda davam edir, biz həmin şəxsə depressiya diaqnozu qoya bilmərik. Nəyə görə qoya bilmərik? Təbii ki, ona kiçik də, yüngül də olsa bir müalicə və ya terapiya məsləhət görə bilərik. Lakin həmin şəxsə depressiya diaqnozu qoymaq üçün çox tezdir. 3 ay, 6 ay müddətində həmin şəxs bu proseslərin hər birisini davamlı şəkildə keçirtməlidir ki, biz həmin şəxsə o diaqnozu qoyaq ki, doğrudan da bu şəxs depressiyadır. Yəni, depressiya anlayışı çox böyükdür. Yəni, buna biz sadəcə əhvalım yoxdur deyə keçə bilmərik və növləri də çoxdur. Məsələn, major depressiya dediyimiz bir depressiya növü vardır ki, çox uzun müddətli davam edir və həmin şəxs aylarla, hətta illərlə belə evdən çölə çıxmaya bilər. Heç kimlə ünsiyyət qurmaya bilər, misal üçün. Yəni, buna görə həm onun növləri var, həm növlərinə baxmaq lazımdır ki, bu şəxsin dediyi simptomlar hansı depressiya növünə uyğundur və müddəti nə qədərdir, hansı müddətə qədər keçirdir bu şeyləri. Aytan xanım, zərərli vərdişlərdən istifadə bayaq tamaşaçılarımıza ətraflı məlumat verdiniz ki, ürək-qan damar sistemində ciddi problemlər yaradır. Hər hansısa bir zərərli vərdişdən istifadə edən şəxs, yəni uzun müddət istifadədən söhbət gedir, onlar öz orqanizmində nə kimi dəyişiklik görəndə, sırf elə ürəklə bağlı, hansı bir narahatlıq, hansısa bir problemi gördükdə, özlərində bunu hiss etdikdə artıq həyəcan təbili çalınmalıdır və dərhal kardioloqa müraciət etməlidir. Zərərli vərdişlərdən istifadə edən şəxslərdə ilk klinik əlamət ümumi zəiflik, halsızlıqla başlayır. Baş ağrıları, bunun da ən çox səbəbi bəzən arterial təzyiqin yüksəlməsi olur. Tənginəfəslik, bu cür xəstələrdə tənginəfəslik ümumiyyətlə ən ciddi əlamət, simptomatik əlamət hesab olunur. Və tənginəfəslik artıq 100 metr gedirəm, mən dayanmağa məcbur oluram və yaxud da pilləkənlə qalxıram, dayanmağa məcbur oluram. Sinədə ağrılar başlayır, yəni bu ağrının xarakteri çox önəmlidir. Bəzən adi bir sancı şəkilli ağrını da ürək ağrıları ilə səbs ala bilirlər. Lakin ağrının lokalizasiyası çox önəmlidir. İradiasiya haraya, yəni yayılması, sol qola, sol kürəyə, bəzən çənəyə, dişlərə qədər ağrının vurması, iradiasiyası önəmlidir.
sinədə göynəmənin olması, artıq bu əlamətlər varsa mütləq şəkildə ürək döyünmənin olması, bunları mütləq şəkildə bir kardioloqa müraciət eləməlidir. İlk növbədə başlayırıq adi bir EKG çəkilməsindən. Çox zaman, məsəl üçün, aritmiyalar üçün EKG-ni mən standart bir müayinə üsulu hesab eləyirəm. Bəzən də xəstənin şikayətləri əsasında, əgər desə ki, yəni mən bu əlamətləri hiss edirəm, lakin biz EKG-də bir şey aşkar eləməyəndə bunu da 24 saatlıq ritm holterində öz əksini tapır və bu xəstələr daha sonra orqanik dəyişiklikləri bilmək üçün exokardiografik müayinəyə yönləndiririk xəstələri. Yəni burada ürək əzələsinin gücü, funksiyaları, qapaqlar çox dəyərləndirilir. Narkotik istifadəçilərdə çox zaman qapaqlarda da çox ciddi dəyişikliklər hesab olunur. Xüsusilə inyeksiya formasında bunu istifadə edən şəxslərdə infeksion endokardit dediyimiz çox ciddi bir, yəni artıq hətta qapaqların dəyişilməsinə qədər gətirilib çıxara bilən ciddi bir xəstəlik aşkarlanır və ürək əzələsinin gücünün aşağı düşməsini görürük. Bayaq danışdığım, yəni kardiomiopatiya, yəni bunun da artıq ürək çatılmazlığını da gördüksə, bu gənc yaşdadırsa mütləq şəkildə kardiak MRT istəyirik. Bəzən xəstələrdə EKG də normal gəlir, exokardiografiya da normal gəlir, lakin xəstənin şikayəti varsa fiziki yükləmə sınağı eləyirik bunlara, treadmill müayinə dediyimiz stres test müayinə eləyirik və o zaman əgər treadmill klinik müsbət və yaxud da müsbət dəyərləndirilərsə, koroner angioqrafiya zamanı, yəni gənclərdə CT angioqrafiya edirik bu xəstələri, hələ damarlara girməmiş kontrastlı KT angioqrafiya ilə damarlarda, yəni erkən yaşlarda da, yəni mənim öz təcrübəmdə 23 yaşında gəncdə belə miokard infarktı, yəni angioqrafiya CT anjoda çox ciddi daralmanı gördük və koroner angioqrafiya zamanı stentlənmişdi o xəstəmiz. 23 yaşında belə, yəni infarkt rastlandığımız xəstələr var. Və maraqlıdır ki, ona səbəb nə olub? Səbəbin onlarda genetik bir meyillilik də var idi. Yəni onu şəxsən özüm anamnez topladım. Genetik meyillilik də var idi, amma onlarda artıq 30 yaşın üzərindən başlamışdı. Onun gənc yaşlardan zərərli vərdişlərdən o siqaret istifadəçisi idi və dediyinə görə 6 yaşından siqaret istifadə eləyirdi. Erkən yaşda istifadəsi artıq onun 23 yaşında damarlarının, 23 yaşlı gəncin damarı 60 yaşında bir insanın damarı səviyyəsində idi. Təsəvvür eləyin, angioqrafik görüntüdə. Və maraqlıdır ki, son dövrlərdə bayaq vurğuladınız, qəflət ölümlərin sayı artıb və bu qəflət ölümlərin səbəbində bəlkə də altda yatan səbəb elə hər hansısa bir zərərli vərdişdən istifadə də ola bilər, düzdürmü? Bəli, son zamanlar idman zallarında, hətta küçədə, marketdə, gənc yaşlarda bunların çox zaman səbəbi ciddi aritmiyalar da ola bilər. Onlar da qəflət ürək dayanması verə bilir, keçiricilik pozulmaları verə bilir, qrup şəkilli ekstralar falan bu dəyişikliklər verə bilir və çox zaman da ağciyər arteriyasının trombemboliyası. Yəni bunun da kökündə dediyimiz o plakın qopub trombemboliya fəsad verməsi səbəb ola bilər. Tamaşaçılarımızla birgə əməkdaşlarımızın hazırladığı növbəti süjeti izləyək. Narkomaniyanı dövrümüzün bəlası adlandırırlar. Həqiqətən də qloballaşan dünyamızın ağ ölümü qara fəsadları ilə planetin hər tərəfinə doğru ildırım sürəti ilə irəliləməkdədir. Narkomaniya insanları sağalmaz xəstəliklər məngənəsinə salıb boğur. Narkomaniya Yunan sözü olub, narko donub qalmaq və maniya psixi pozğunluq deməkdir. Adından göründüyü kimi bəşəriyyət uzun illərdir onun törətdiyi fəsadlar qarşısında aciz qalıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən bugün yer kürəsi əhalisinin 250 milyonu qlobal problemlərdən birinə çevrilən, insanları sakitcə ölümün ağuşuna atan, genofonda sarsıdıcı zərbələr endirən bu ağır bəlanın cəngində əzab çəkir. Bu statistikanın 47 milyonu Latin Amerikası ölkələrinin payına düşür. Bugün təkcə Meksikada narkomaniya bəlasına düçar olanların sayı 1 milyon 200 mini ötüb. Avropa Birliyi ölkələrinə gəldikdə isə orada 750 minə yaxın insan narkotik maddələrdən istifadə nəticəsində özünə ölüm hökmü yazmaqdadır. MDB və Asiya ölkələri də qərbdən geri qalmır. Belə ki, həmin ölkələrdə 26 milyondan çox adam ağ ölümünəsirinə çevrilib. Təəssüflər olsun ki, bu dəhşətli bəla Azərbaycana da yan keçməyib. Ürək ağrıdan hal odur ki, respublikamızda narkotik maddə istifadəçilərinin 60%-dən çoxu bizim gələcəyimiz sayılan gənclərdir. Doğrudur, bəzi ölkələrlə müqayisədə Azərbaycanda narkomaniya o qədər də dəhşəti şəkil almayıb. Başqa sözlə, o gizli şəkildə sürətlə yayılmaq xüsusiyyətlərinə malik bir xəstəlikdir. Əgər Azərbaycanın 10 milyonu əhalisinin çox yox, cəmi 10 mini, yəni 0,1%-i narkotik vasitələrə qurşansa, deməli fəlakət uzaqda deyil və bununla bağlı mütləq həyəcan təbili çalınmalıdır. Verilişimiz yavaş-yavaş yekunlaşır. Hər ikinizin istərdim tövsiyələrini eşidək. Çünki bizi izləyən tamaşaçılar arasında həm zərərli vərdiş sahibləri var, həm də o zərərli vərdişin
qohumları, doğmaları, əzizləri də var. Başlayaq sizdən, İlahə xanım. İlk öncə onu demək istəyərdim ki, kiçik yaşlardan ailə mühitindən övladlarımıza qayğı, dəstək, yəni öz dəyər sistemini vurğulamaq üçün həqiqətən də onları güvənli bir mühitdə böyütməyimiz lazımdır ki, gələcəkdə də hər hansısa böyük bir problemlərlə üzləşməyək. Məsələn, analarımıza, atalarımıza üst tutub demək istəyərdim ki, övladlarımızla heç olmasa gün ərzində 15 dəqiqə, 20 dəqiqə göz təması, göz kontaktı quraraq uşaqlarla ünsiyyət qursunlar və bu onların həqiqətən də özlərini dəyərli hiss etmələrinə çox yaxşı təsir göstərəcək və gələcəkdə də ən azından özlərini, öz dəyərlərini daha çox yaxşı inkişaf etdirmiş olacaqlar. Digər etapda isə deyək ki, gənc yaşlarında, yeniyetmə və ya böyük yaşlarında narkotik istifadəçisi ətrafımızda insanlar varsa, onlardan qorxmağa gərək yoxdur. Əslində onlara dəstək göstərmək lazımdır. Bəlkə həmin şəxslər özləri dərk etmirlər ki, bu vəziyyət məni həqiqətən də uçuruma aparır. O insanlara hansısa formada dəstək və qayğı göstərərək onları buradan xilas etmək daha vacibdir. Aytan xanım. İlahə xanımın qeyd etdiyi kimi həqiqətən hər şey ailədən başlayır. Birinci, övladlarımıza dəyər verməliyik, onları özgüvənli böyütməliyik. Məktəblərin bu işdə çox məncə böyük təsiri olmalıdır. Müəllimlərin, çünki biz ikinci anamız həmişə müəllimlərimizi hesab edirik. Müəllimlərin təsiri, bəzən övlad valideynin bəlkə də düz deməz dediyini, şəxsən mənim üçün, mənim gözümdə müəllim ən dahi şəxsiyyətdir. Yəni, müəllimlərinin dediyini daha düzgün qəbul eləyərlər. Televiziyalarında bu işdə məncə sizin verilişiniz də başda olmaqla maarifləndirici verilişlər aparılmalıdır. Müəyyən yerlərə bir poster şəklində plakatların vurulması, ictimai yerlərdə siqaret istifadəsinin qadağası, bu kimi işlər məncə bu işdə kömək edə bilər. Çox sağ olun xanımlar ətraflı məlumat üçün, tamaşaçılarımızı maarifləndirdiyiniz üçün sizə minnətdarlığımızı bildiririk və qarşıdakı verilişlərdə sizi səbirsizliklə gözləyirik. Hörmətli tamaşaçılar, bizə ayrılan zaman başa çatdı. Zərərli vərdişlərdən özünüzü və ətrafınızı uzaq tutun. Gələn görüşədək hələlik.